gündə bir tamada çıxıb da, amma tamada toyun idarəçisi demək, toyun sahibinin elə bir evin açarını verirsə ona, deyirsə ki, bugün mənim 500 qonağımı Manaf öz mahnıları ilə feyziyab edəcək, amma danışıq sizə düşər. Bu günləri niyə toylarda əvvəl biz görürdük ki, əslində bu yaxşı oldu yığışdı. Əmi gəlirdi, danışırdı, nə bilim, bibi gəlirdi, bir yanına o gəlirdi, bu toy qutarırdı. Bu günləri 3 dənə şeir əzbərləyən deyir ki, mən tamadayım. Misal üçün, mən tamada deyəndə toyun, biz sərpayə deyirik əslində. Bakıda sərpayə olub, o düzü danışmayıb. O əlində, bəzən danışıbdı, əlində bir dənə belə nazik çubuğu olardı, indi də var olar. Bu günləri bu sahədə inkişaf varmı ki, yaxşı söz xeydarları, sizin kimi rəhmətli Mikail Mirzə. Yox, mən nə demək istəyirəm? Zəlimxan Yaqubun gecəsində belə... Yox, Heydər Əliyev sarayında Zəlimxan Yaqubun gecəsində də belə iştirak edirəm. Mən onu sosial şəbəkədə görmüşəm, yalan deməyim, indi bildim ki, bax, sizin kimi, bax, var da indi Natiq dostumuz, Dağlaroğlu, o da çox gözəl, Allah ona can sağlığı verir, o da çox gözəl şeiriyyat verir. Nazilə Səfərli, Cığatel xanım İsa qızı, yəni o vaxtında, indi cavanlardan kimdir ki, bax, belə şeir bilən, onu ədəbiyyat dilində, bədii dildə başlasın ki, salamı da belə versin ki, insanların ruhu şad olsun. Belə salamı da şeirinə verirsin da. Bax, indi bu dəqiqə hansı gənc xanımların, söhbət xanımlar, söz yükü varsa, onlara olar. Ümumiyyətlə, aparıcı, toyun aparıcısı, tamadası ailəli olsa daha yaxşı olar. O bilər həyatda nə var, nə yox. Bir balaca, çünki Bəygəlin adı çəkir də. Bu da gəldi xınayaqdılara ki, xınayaqdını subaylar eləyə bilməz. Yox. Bir də görün. O bambaşqa şeydir. Yox, mən boş yerə söhbət demərəm. Tamadaların gəlin mütləq ərləri olsun, arvadlar olsun. Mütləq yox dedim. Olsa deyirəm, daha yaxşı olar. Praktik sayılmır. Yox, ailə təcrübəsi olanda daha yaxşı olur da. Daha yaxşı olur. Mən demirəm olmasın. Niyə olmasın ki? 25 yaşında o qədər səlis danışanlar var ki, gözəl toyları da idarə edirlər. Onların söz yükü olmalıdır. Söz yükü olanda o söz sənin əlində aciz qalır. Toyun aparıcılığı var, gedişatı var. Bəygəlini təqdim eləməyi var, valideynləri, qudaları təqdim eləməyi var. Hardansa bir xaricdən qonaq gəlib, bunları deməlisən, plovu vaxtında deməlisən. Sonra tortu vaxtında deməlisən. Bunlar hamısı şərtdir. Söhbət onu deyirəm ki, çox şeir bilirsən. Mən məsələn, heç toylarda şeir demirəm. Çox az deyirəm. Amma bəzən lazımdır da o kiminsə şərəfinə. Özdə Bakı toylarında lap az lazım. Mən artıq 15 ildə o söz deməni yığışdırmışam. Deyirəm, nəyə lazımdır? Qudalar deyir, bəs edir də. Mən bir dəqiqə danışıram toyun əvvəlində. Bəygəlini dəvət edirəm, girdi, əyləşdi öz taxtacında, açılış edirəm, dəqiqə yarım, bir dəqiqədə qudalar, valideynlər xeyir-dua verirlər. Ondan sonra mən məsləhət görürəm ki, toy sahibinə. Bakı toyları çox qısadır da, 5-6 saatdır. Niyə indi burada əmi, dayı, xala, bibi, hamısı qoymuram? Təklif verirəm. Əgər toy sahibi deyirsə ki, 1-2 nəfərə söz verək, babaya, nənə. Bəli, amma məsləhət də öyle. Bəli, rayon toylarına mən sizinlə razılaşıram. 2 gün toy keçir və yaxud gün orta başlayır, gecə saat 2-də, 3-də qutarır. Onda olar, əmlər, dayılar, qonşu söz desin. Elə hazır, o məndən yaxşı danışacaqsa, mən niyə durmuşam orada? Düzdür. Açıq danışacaqda. Mən danışıram və məsələn, Rusiyadan gələn qonaqlara dəvət edirəm. Pünhan bəy, o məsələ biraz çox qalmaqallı olur. Dostumuz İsa Şükürovun verişində, öz aramızdakı verişində Gövhər xanım, Respublikamızın əməkdar artisti Gövhər Rızayeva Qarmonçu olan deyib ki, əslində mən də belə düşünürəm ki, xınanı yaxan başı bağlı, yəni ki, ailəli adam olmalıdır ki, o bir xeyir-dua versin, özü bir xeyir görsün ki, ərdən ki, başqasına da versin də, yoxsa özü ərə gedib 3 gündən sonra boşayıblar, qaytarıblar, indi gəlir buna deyir ki, sağ əlim sənin başvaya, hara sağ əlim qoyursun, çamadı qızın bədbəxti. Hansı qanına xanım deyirik? Sədaqətli, vəfalı, ailəcanı, etibarı xanımlara, qadınlara xanım deyirik də. Özünü doğulanlar. Yox, indi o sözü elə bir adamlara məcburən efirdə, elə bir adama xanım deyirsən ki, adam utanır da. O düzgün deyil də. Amma etik qaydatda, bu efirdə gəlin deyə bilmərəm də, xanım deməliyəm. Müraciət formasında. Çingiz xanın, bir dəqiqə, mən üzr istəyirəm, qutar. Çingiz xan dövründə, bu da xan olub da, Çingiz xan Borte adlı bir gözəli sevib, özünə ömürgün yoldaş eləyib, çıxardıb xalqın qarşısına. Deyib ki, mən sizin xanım. Bu da sizin xanım. Bu da mənim xanımdır. Hə, mənim. Xanımdır, xanımdır. Artıq əsabələr gələndə yox ki, deyib ortaya gəlir. Deyib, xanım gəldi, xanım gəldi, xanım gəldi.
xanım o sözdən götürüb vəfalı, sədaqətli, etibarlı, dözümlü, O Deporte xanımdır, nədir? Ona ölünəcən sədaqətli olub. Yox, hər adama xanım deməyək. Yox, o xanım sədaqətli mi olub ona? Sizin sözü deyirəm. Bu sadaladıqlarım xına yapa bilər, xına eləyə bilər. Yoxsa elə yoldan keçənə gətirib xına yağdırırlar. O düzgün deyil.